Buradan bütün dünyaya mesaj göndərirəm. Heç kimin başı deyil, Azərbaycandan ikinci söhbət eləsin. Heç kimin başı deyil, heç bir dünyanın, ölkənin başı deyil. Çünki bizim nəhəng liderimizin qabağında heç bir dövlətin başı deyil. Mən bu sözü bütün dünyaya çatdırıram mesajımı. Azərbaycanın güclü lideri var, bütün dünyada sözün demiş prezident ya, onun qabağında heç bir ölkənin prezidenti bacara bilmir. Heç bir ölkənin prezidenti bacara bilmir. Deyirəm, sözümün üstündə də dururam. Nəhəng lider bütün dünyada sözün demiş liderdir. Öz liderini də qoruyub saxlayır İlham Əliyev cənabları. İlham Əliyev cənablarının apardığı siyaset, alovlu siyaset bütün dünyanı şaka saldı. Bütün dünyada partlayış yarattı cənab prezidentimizin apardığı siyaset. Çünki lider belə olar. Bir nömrəli nəhəng liderdir ya. Bütün dünyanın prezidentləri bu dəqiqənin içində bütün Azərbaycan prezidentinin qabına düşə bilmirlər ki, cənab prezidentimizin gör qabına düşə bilmir Donald Trump, Rusiyanın prezidenti, bütün dünyanın böyük ölkələrin prezidentləri Azərbaycan prezidentimizin qabına düşə bilmir. Bu biz nə deməkdir? Bu bütün dünya şokdadır. Azərbaycanda oyunlar Azərbaycanda keçirdi. Olimpiya oyunları, təsəvvür gətirib bütün dünya Azərbaycandan danışıb bu dəqiqənin özündə ki, necə ola bilər ki, düzdür, balaca dövlət ola bilərik, 10 milyonluq dövlət, amma bizim nəhəng liderimiz İlham Əliyev cənabları bütün dünyanın prezidentlərini şaka salan prezident ya, 10 milyonluq əhali ola bilərik, balaca dövlət ola bilərik, bəli, balaca dövləti. Amma bizim bir tane nəhəng prezidentimiz var. 10 milyonluq ölkənin prezidenti, təsəvvür edin. Bütün dünyanın prezidentlərini apardığı siyasetle oturur yerinde. Bak ha, görün necə güçlü lider var ha Azərbaycanın, görün necə nəhəng prezidentimiz var ha. Bütün dünyanın prezidentləri yerine oturan prezident ya. Onun qabağında ikinci söhbət eləyən yoxdur Azərbaycanın qabağında ya. Ama lider belə olar ha. Bütün Rusiyanın prezidenti olsun, istəyir Özbəkistanın, bu ölkənin prezidentinin sözün deyir, lopuna deyir, lopuna. Ona göre Azərbaycan prezidenti, Amerikan prezidenti Donald Trump kəlli görüşdü. Dedi, siz güclü lidersiniz. İlham Əliyev cənabları. Adam bu bilsin nə deməkdir? Bu bilsin nə deməkdir? Bütün dünyanın prezidentlərini oturtturmaq yerində. Bir nömrəli prezident seçildi İlham Əliyev cənabları ya. Bir nömrəli prezident seçildi bütün dünyada o şey. Amerikan prezidentinin çıxışından sonra bütün dünyanın prezidentləri cənab prezidentimizlə kəlli görüşü, cənab prezidentimizdən məsləhət alırdı konferans zallarında bir ki size bu yüksək səviyyədə bütün dünyanın prezidentləri fikir verdiniz. O da Amerikada bütün dünyanın prezidentləri orada çıxışlarında gördünüz ya, cənab prezidentimizə yüksək səviyyədə hamısı bir kəlli gəlirdilər, görüşürdülər ki nəhəng prezident Donald Trump o cür Azərbaycan prezidentinə yüksək səviyyədə qarşılamağı bu bilirsiniz. Ona görə bütün dünya Azərbaycan prezidentindən danışır. Bizim qürurumuzdur. Canımızdır, damardan axan qanımızdır. Eşq olsun mənim prezidentimə. Sağ olsun İlham Əliyev cənabları ki bizi Azərbaycanın işıqlı yola cənab prezidentimizlə bizi götürür. Sağ olsun, var olsun İlham Əliyev cənabları. Azərbaycanımızın döyünən ürəyi, Azərbaycanımızın tarixi. Nəhəng lider. Bir nömrəli zirvədir ya. Bütün dünyanın prezidentlərindən üstündür. Prezidentdir bizim cənab prezidentimiz. Bütün dünyaya sözün deyən prezident nəhəng liderimiz İlham Əliyev cənabları ya. Aşk olsun cənab prezidentimizə. Sağ olsun ki bu zirə bizi Azərbaycanın bütün zirvələrə qaldırdı. Azərbaycan bütün dünyada o şey ən bəhkilən sıralardadır ya. Kimin sahasında? Məhz cənab prezidentimiz İlham Əliyev cənablarının sahasında biz işıqlı yola gedirik. Gələcəyimizi İlham Əliyev cənabları ilə görürük. İşıqlı gələcəyimizi. İşıqlı yola bizim gələcək nəsillər məhz cənab prezidentimizlə biz işıqlı yola addımlayırıq. Eşq olsun, buradan bütün nazirlərə mən təşəkkürümü bildirəm ki, məhz cənab prezidentin apardığı siyasəti dəstəkləyirlər. Bütün nazirlərə mən təşəkkürümü bildirəm, baş əyirəm bütün nazirlərin qarşısında. Bütün deputatlara mən
təşəkkürümü bildirirəm ki, cənab prezident apardığı siyasəti dəstəkləyirlər. Hamısına mən təşəkkürümü bildirəm, deputatlarımıza, bütün nazirlərimizə təşəkkürümü bildirəm, Daxili İşlər Nazirimizə təşəkkürümü bildirəm. Şəxsən öz ailəmiz adından baş prokurora təşəkkürümü bildirirəm. Milli Təhlükəsizlik Nazirliyinə mən təşəkkürümü bildirirəm ki, məhz cənab prezident apardığı siyasəti dəstəkləyirlər. Eşq olsun bütün nazirlərimizə, sağ olsun, var olsun, eşq olsun Paşayevlərə. Azərbaycanın bir nömrə hörmətli ailəsidir Paşayevlər ailəsi. Mən şəxsən özüm Heydər Əliyev ailəsindən nümunə götürmüşəm, mən öyle gedirəm. Sağ olsun, var olsun Heydər Əliyev ailəsi. Cənab prezidentimizlə də biz qürur duyuram. Mən Lənkəran sakini Rəşad Əliyev, bütün sosial şəbəkələrdə canlı çıxışlarım gedir. 200 dənə, 50 dənə canlı videolarım gedir bu dəqiqənin özündə. YouTube'da, Facebook'da, TikTok'da, Instagram'da Rəşad Əliyev yazın. Bütün dünyada çıxışlarım gedir mənim. Bütün sosial şəbəkələrdə ya, bütün sosial şəbəkələrdə. Ölərəm, cənab prezidentimdən dönmərəm. Şanımızdır, qanımızdır, canımızdır cənab prezidentimiz. Eşq olsun cənab prezidentimizə, sağ olsun, var olsun. Qarabağ Azərbaycandır.